Salam, hər vaxtınız xeyir olsun. Demək, bugün mart ayının 9-u, 9 mart 2025-ci ildə buraxılış, 11-ci sinif buraxılış imtahanı sualları. Suallar demək olar ki, 5 deməli martın ikisində düşən suallardan nisbətən fərqlidir. Orada düşən suallar biraz bundan sadə idilər. Ama burada da sadə suallar çoxdur, amma tam o qədər yoxdur. Məntiqi suallar burada çoxdur. 61-ci sualdan başlayıram. Bu sual deməli A minus B plus B düsturudur. Kök altında yazıram. Bir kökə yığa bilərəm bunu. 11 çıxaq kökdə 21 vuraq. 11 üstə yerə kök altda 21. Bu kök altı eləyir 121 çıxaq 21. Bu bərabər eləyəcək kök altında 100. Bu da 10 eləyir. Cavab 10. Növbəti sual. Sürətdə yenə A kvadrat minus B kvadrat üstünü tətbiq eləsəm 14 çıxaq 10. Vuraq 14 plus 10. Bölək məxrəcdə 24 var. Bu da eləyəcək 4, bunlar 24 bölək 24. Bunlar qısa gedən sonra 4 qalır. Deməli, burada qalır nə? Loqaritma 2 əsasdan 4. Bu da 2'nin kvadratı yazsam cavab 2 eləyəcək. 2'dir. Cavab. Aha, bu sualda 2 perpendikular müstəvidir. Belə fərzlə müstəvilərin kəsmə xəttlərini götürəcəm. Deməli, birindən 2 santimetr məsafədədir bu. Bu mesafe 2'dir. Bu da 2'dir. Birinden ise 4'tür mesafe. Bize deyir ki, kəsbə bu xətti buradan kəsmə xəttinə qədər olan məsafəni soruşur. X-dir. Bura X-dir, bura 4'dür, bura da 2'dir. Deməli, X-in kvadrat bərabər 4'ün kvadrat plus 2'nin kvadrat. O da eləyəcək 20. 20'den kök alanda X bərabər kök altda 20. Bu da eləyir bərabər 2 kökdə 5. Doğru cevap 63. 60'da A bəndi. Növbət sual. Bu vuruklara ayrılma düsturudur. Düz yazılıb. 5'i çıxardır metodun xaricinə 5 çıxarlar qalır. Doğrudur. Burada deməli bunu ödəyən bax ədəd oxunu çəkirəm mən. Deməli bura 1 2, 3, 4, 5, bu da 6. 6'dan kiçikdir. Bunun böyük tam həlli 5'dir. Vuraq. İndi gələm obisilərə. 0, mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5 və burada mənfi 6 var. Mənfi 5,5 burada yerləşir. Bunu da deməli kiçik tam həlli mənfi 5'dir. Hasilini istəyir bizdən. Bu da cavab mənfi 25 olur. Aha. Çoxbucaqlının diagonallarının say düsturu n vuraq, n-3 bölək 2 bərabərdir 9'a. Buradan n vuraq, n-3 bərabər deyilir 18. Özü bir-birindən 3 varit fərqlənən ədəd 6 vuraq, 6 çıxaq 3'dür. 18 eləyən deməli tərəflərin sayı 6 imiş. Doğru cevap D variantı. Burada 2 çoxluq verilib bizə belə. Adam B'ni çıxanda 6 eləyib, bu A'dır deyək, bu da B'dir. B'dən A'nı çıxanda 4 eləyib. Mənə birləşmənin ən kiçik qiymətini soruşur. Deməli, burada da həm də deyib boş deyil, kəsişmə də boş deyil. Deməli, ən azı bir elementi var da. Bunlar toplanmasını istəyir. Bunların hamısı birləşməsini istəyir. Cəmsi. Deməli 11 dənəymiş. Aha. 2 kürə var. V1 kürəsi, bir də V2 kürəsi. Birinin həcmi, birincinin həcmi, ikincinin həcmi 27 daha böyükdür. Deməli bu 27 bölək 1'dir. Bu bərabərdir K'nın kubuna da. Oxşarıq əmsalının kubu. Onda K bərabərdir 3'ün 1'ə nisbətidir bu. Mənə sətlərinin sayəsi S1'in S2'yə nisbətini soruşur. Bu da K'nın kvadratına bərabərdir. Deməli bu deyəcək 9'un 1'ə nisbəti. Cavab da
9 eləməlidir. Aha. Bu sualda sinüs x bilirik ki, müsbət 1, mənfi 1 parçası, mənfi müsbət 1. Bunu yerinə yazsam, eləyir nə? A minus 1 bölü 2 kiçik bərabər 1-dən, böyük bərabər mənfi 1-dən. 2'yə vursam, mənfi 2. Burada A minus 1, bu da kiçik bərabər müsbət 2 eləyir. Hər tərəfin üzərində 1 gəlsəm, mənfi 1 kiçik bərabər A, kiçik bərabər 3 eləyir. Mənfi 1 ilə 3 parçasında yerləşir. Paralel köçürmənin düsturu, deməli burada birinin üzərinə 4 gəlib, birinin üzərinə 1 gəlib. Deməli burada da koordinatları bu nöqtə hansı nöqtəyə çevirilər deyir. Mənfiçin üzərinə 4 gəlirəm, bu eləyəcək 1. Bir də 2'nin də üzərinə 1 gəlirəm, bu eləyəcək 3. 1, 3 nöqtəsi abənədir, olacaq bu abənədir. Bu sualda ədədi silsilə əmələ gətirir. Deməli bu A1'dir, A2'dir, bu da A3'dür. Ədədi silsilənin xassəsi 2 vuraq A2 bərabərdir A1 plus A3 qaydası doğrudur. Yerinə qoyuram. 2 vuraq modulda 3 çıxaq Y bərabərdir. A1'im Y çıxaq 2 üstə gələk 6 çıxaq Y. 2 vuraq modulda 3 çıxaq Y bərabərdir 4'ə. Buradan 3 çıxaq Y modulda bərabərdir 2 eləyir. Bir də müsbətini götürəcəm. 3 minus Y bərabər 2. Bir dəfə də y bərabər mənfi 2. Burada Y 1 eləyir. Burada da Y bərabər 5 eləyir. Deməli 1 və 5 məndən nə soruşurdu? Hədləri olar. Hansı qiymətlərində? 1 və 5. Əslində yerinə qoyub da yaza bilərdi bunları. Yerinə qoyub yoxlamaq olardı. Baxıram, ümumiyyətlə burada 4 dənə ədəd var. Belə 10 dənə ədəd var. 2, 4, 6, 8, 10 dənədir. İrrasional hansı hissədədir? 10 da. Görək irrasional hansılardır? Bax bu 1'i, bu 1, bu 2. İrrasional. Bu 3'dür. Bu olmur irrasional. Bu da kəsrdir. Bu irrasional. Bu da deməli 3 ədəd. Bir də bu. 4. 4 dənə ədəd var. Onda 4. Cavab 0,4. Gəlin bura. Şəkər çubuğundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər neçə ton? 80'in deməli 20%, 80'i 20'ye vurup 100'e bölmək lazımdır. O da 16 ton eləyir. Doğru yazılır sual. Bura gəldim. 1 plus tangens kvadratı alfa bərabər idi 1 bölü kosinus kvadratı alfa. Buradan bunu vursam 1 plus tangens kvadratı alfa vuraq. Kosinus kvadrat alfa. O da bərabər edəcək 1'ə. Deməli, bura 1'dir. Və bu ikisi də 4'ü çıxarsam, sinus kvadrat alfa plus kosinus kvadrat alfa. Çıxaq bu 1 eləmişdir. Deməli, bu da 1 eləyir. Ona görə bu eləyir 4 vuraq 1 çıxaq 1. Cavab eləyəcək 3. Bu sual da sadələşməyə aiddir. Yuxarı deməli x minus 1'in kub üstüdür. Aşağı da 2 vuraq x'in kvadratı minus 1'dir. Vuraq. Bu kəsi tərs çevirəcəm. X plus 1 bölək burada x çıxaq 1'in kvadratı. Sadələşdirmə aparsam x minus kubu, bu kubun biri bu kvadratla getdi. Burada bir x minus 1 qaldı. Bu x minus 1 də burada x minus 1 vuraq x plus 1 alınır. Bu x plus 1 ilə də bu getdi. Burada da heç nə qalır. Burada da x plus 1'lər getdi. Demək cavab qaldı nə? 2'də 1, yəni 0,5. Bu da 75-ci sualın cavabı. Gələk bura.
Uyğun tərəflər paralel olan iki bucaqlar ya bərabər olur, ya da cəmi alfa plus beta cəmi 180 olmalıdır. Bunlar uyğun tərəflər paralel olan bucaqları belə çəkmək olar da. Deməli, belə və belə. Bax, bunlar uyğun tərəflər paralel olan bucaqlar. Deməli, biri əgər alfadırsa, o birisi 0,8 alfadır. Deyir 80%-ni təşkil. Bu ikisinin cəmi alfa plus 0,8 alfa bərabər eləyib 180 dərəcə. 1,8 alfa bərabər 180, buradan alfa bərabər eləyir 100 dərəcə. Bu deməli 100 dərəcədirsə, bu birisi də 80 dərəcə eləyir. Böyük bucağı istəyir, mənə elə 100 dərəcəni istəyir. Buradan 5 üstü x plus 1 yazıram, 5 üstü x bıraq 5. 5 üstü x'i çıxartdım, ötər çıxaracağım. 3 üstə ilə 5 bərabərdir 200. 5'in üstü x bərabər 200'ü böləcəm 8'ə, o deyəcək 25. 25 də 5'in kvadratıdır. X bərabər 2 alır. Aha. İnin qüvvətləri anlayışı var. Deməli, inin üstü 5 nədir? İnin üstündə 4 vuraq i deməkdir. X 4 özü 1 eləyib, deməli, burada i qalır. İnin üstündə 35, bu da 4'e bölünen, inin üstündə ne yazıblarım? İnin üstündə 32 vuraq, inin kubu yazıram. X 32 1 verir, i kubu da verir, i kvadratı vuraq i. O da eləyir mənfi i. Deməli, bu da mənfi verir. Deməli, z birim oldu bərabərdir. 9 çıxaq, x vuraq i. Üstü 5 i verdi. Çünkü z kim oldu bərabərdir? Y minus oldu. Mənfi verdi. 6 i. Deyir, bu ədədlər qoşmadır. Qoşmalar nə deməkdir? Z1 bərabərdir a plus i-b'dirsə, z2 bərabərdir a minus i-b'dir. Qoşma olmaq o deməkdir. Birinci həqiqi hissələr bərabərdir. Yəni, bunun da 9 bərabərdir y-ə. İndi xəyali hissələr əks işarə ilə bərabərdir. Yəni, mənfi x bərabərdir, mənfi 6-ya. Və belə olmalıdır. Buradan alıram ki, y-im 9-dur, x-im də -6-dır. Demək, məndən deyir ki, x, y ədədlərinin cəmini tap. Bu ikisinin cəmini toplayanda 6 üstə -6 üstə elək 9-dur, eləyəcək müsbət 3. Aha. Deyir, hər sırada yerlərin sayı, sıralar budur. Yerlər də burada olan və belədir. Bu da yerlər deyək. Bir belə var, bir də belə var. Aha. Yerlərin sayı, sıraların sayından 8 vahid çoxdur. Yerlərin sayı, sıraların sayı. Sıraların sayı x olsun. Onda yerlərin sayı olacaq x plus 8. Onu kırmızı ne yazacağım? X deməli. X plus 8. Aha. Demək mənə nə deyir? Cəmi 184 yer var. Onda olacaqdı. X vuraq x plus 8 bərabərdir 384'ə. 384 bir-birindən 8 vahid fərqlənədir. 16 vuraq 24 deməkdir. Deməli x-im nəyə bərabərdir? 16'ya bərabərdir. Məndən nəyi soruşur? Sıraların sayı. Elə sıraların sayını x demişdim. Mən elə 16'dır. Bura gəldim. Deməli, düzbucaqlıdır. Düzbucaqlının düzbucaq təpəsində perpendikular çəkilib. AY-mi 9 verib. Buranı 16 verib. Düzbucaqlının sayısını istəyir. İndi baxaq. Bunun sayısını tapmaq üçün əvvəlcə BM hündürlüyünü tapaq. Düzbucaq təpəsindən çəkilən hündürlük kvadratı bərabər dairəli parçaların hasilinə. Bu da h bərabər deyəcək 3 vuraq 4'ə. Deməli, bu 12 imiş. Bu 12'dir. İndi mən bu düzbucağın sayısını tapmaq üçün elə bu üçbucağın sayısını tapıb 2'yə vura bilərəm də. 2 vuraq, deməli 2'də 1 vuraq, h vuraq, AC. O deyəcək elə h vurulsun AC. H-ım neçə oldu? 12 vuraq. AC neçə oldu? 25. O deyəcək 300.
Deməli düzbucağın sayəsi 300-müş. Bax bu yaxşı sual. Buna bizə biraz yer lazımdır. Yer düzəldim əvvəlcə. Deməli nə verilib bizə? Demək 5 manatlıq, 10 manatlıq, 20 manatlıq kuponlar var. 28 dənə zərf var. Cəmsi 28 zərf var. Deməli 5 manatlıq var, 10 manatlıq. 20 az enli kuponların sayı 10 az kuponların sayından 2 dəfə azdır. Deməli 20 az enli kuponların sayı A-dırsa, 5 manatlıq kuponların sayı, 10 manatlıq kuponların sayı 2A-dır. 2 dəfə azdır. 5 manatlıq kuponların sayı 16 ədəd azdır. Yəni burada A plus 16-dır. Bunların üçünün bir yerdə cəmi 28 verilməlidir. Deməli alıram mən. A plus 16 plus 2A plus A bərabərdir 28-də. Buradan elə 4-ə bərabərdir. 28-dən 16 çıxsam, eləyəcək 12-yə. A bərabərdir 3. Deməli, bura 3-üymüş. Düz yazdım 3. Bura 6-ymış. Bundan da 19-ymiş. Belə. İndi mənə deyir ki, müştərinin təsadüfi seçdiyi 2 zərfdə, deməli 28-i paylamışam, bərabərdir. 5-likdən 19 dənədir, 10-luqdan 6 dənədir, 20-likdən də 3 dənədir. Bunumuzda 30 azeyin dəyərində olun. 30 azeyin dəyərində olanlar bunlardır. Bax, 10 bu, 20 bu. Cəmsi 9 dənədir. 2 dənəsini seçiblər. Deməli, P A bərabərdir. 28-dən ikisini seçirəm. Bir də 9-dan da ikisini. Kamizon 9-dan da ikisini seçirəm. Bax, bunu hesablamalıyım. Bərabərdir. 28-dən 2-ni yazaram. Deməli, 28 vuraq 27 bölək 2. O da eləyir 14 vuraq 27. Bu birisini də yazaram. Deməli, 9 vuraq 8 bölək 2. O da eləyir 9 vuraq 4. 9 ilə 27 ixtisar gedər, 3 qalar. Bu da 2 ixtisar gedər, 2 burada 7 qalar. Bu da 21-də 2. Belə. Gələk bura. Toxunandır. Bu da düz xət çəkilir. Bu da toxunan. Toxunan hökmən buradan bu mərkəzdən keçən vətərə perpendiculardır. ABC bucağı bura 40 dərəcədir. KMC qövsünün dərəcə ölçüsünü soruşur. Bu M-dir, bu qövsə N deyirəm. M plus N, bu yarı bölünü baxır. M plus N veriləcəkdir 180. Bu qövsdə belədir. Deməli, M çıxılsın, N də bərabər, bölə 2 bərabər olacaqdır 40, o deyəcəkdir 80 eləyir. Bunlar toplayanda 2M bərabərdir 260, M də onu deyəcək 130. M olacaq, bura 130'dur. Bura 130 ise bu qövs sonda 50'dir. Bax, bu hissə 50'dir. Tamam, növbəti sualımız 83. Bu əslində belədir. Düzbucaqlı, düzgün piramidanın şəklidir. Bax, bunun açılışıdır bu. Bax, bu açılışdır, bax, burada. Bax, bu piramidanın açılışıdır, bax. Oturacaq, buraya verilib 100'dür. Bura 100-sə, düzgün sözüdürsə, kvadrat deməli, bura 10'dur, 10'dur. Bunu yan ucunun hündürlüyünü istəyir məndən. Tam sətinin sahəsi də verilib 360'dır. S tam bərabərdir. S oturacaq plus S yan. Oturacağın sahəsi 100'dür. Bu 360'dır. 360'dan 100'ün çıxsam S yan eləyəcək 260. Bunlar da 4'ü də bir-birinə bərabərdir, düzgün olduğuna görə. Ona görə də 260'ı da 4'ə bölüb 100'ün sahəsini tapıram. S1 deyirəm ona, 260'ı 4'ə böləcəm. Bu eləyəcək deməli 4, 40, 40 neçələrdir o? 45 elədir da. Öyle değil mi? Yok, 65 elədir.
65 elə olmuşdu. Hə, indi bir üzün apofemini istəyirsə, üçbucaqdır da, üçbucağın sayısı 2-də 1 vuraq, h vuraq, 10 bərabər 65-ə. 5h bərabər 65, bu da h bərabər 13. Deməli, doğru cavab 13'müş. Bura baxaq. Aha. Burada belə bir cədvəl var. Aha. Cədvəldə bu şəkildə verilir. Bu cədvəli bura çəkəcəm. Burada göstərməyib. Cədvəli çəkəcəm. Deməli, 170'dən az, kiçik 170, 170'dən çox. Burada oğlan, burada qız. Burada qız. Burada da cəmi. Deməli, y-dir, bura 3x-dir, bura 2y-dir, bura isə x-dir. Cəmi burada 21'dir, burada da 17'dir. Belə verir. Mənə deyir ki, 170'dən çox olan oğlanların sayını soruşur. 170'dən çox olan oğlanların sayı, oğlanlar 2y-dir. Cəminə baxıram. Deməli, nə var? X plus 3x, y plus 3x bərabərdir 21, 2y plus x də bərabərdir 17. Buradan y-i tapmaq üçün nə edim mən? Buranı mənfiçə toplayıram. Mənfiçə toplayanda mənfi 5y bərabərdir. Mənfi 51, 21 o deyir, mənfi 30, y elədi müsbət 6. Y 6'dırsa 2y soruşur. 2 vuraq 6 deyəcək 12 dənə. Bu da belə. Növbəti sual. Bu maraqlı sualdır. Bu sual əlavə tərtib olunur. Təpə nöqtəsindən əvvəl gəlin tapaq. M bərabərdir. Mənfi b bölü 2-aya. O deyir mənfi 8 bölü 2. O deyəcək 4. N də yerinə qoysam, deməli 16 çıxaq 32 plus 18, bu deyəcək 2. Bu da deyir ki, bu bir y oxuna nəzərən simmetrikdir. Bir də bura nəzərən, bir də bura nəzərən. Belə bir düzbucaqlı alınır. Burada simmetriklikdən. Ordinantın özünə nəzərən düzbucaq çevrilməsi, deməli funksiyanın qrafiki apsis oxuna, koordinat başlanğıcına və ordinant oxuna nəzərən deyir simmetrikdir. Bu alınan düzbucağın perimetrini istəyir. Deməli, bura 4'üdürsə, bu M4'dürsə, bura 2'dirsə, burada mənfi 2 olacaq. Başa düşdünüz? Onda buranın eni 2, burada 2 mənfi 2. Bunlar toplayanda bura 4 eləyir bura. Buradan bura 4'üydü, burada 4. Deməli, buranın da bütövlükdə uzunluğu 4 bura, 4 də bura eləyir. 8 də bu eləyir. Perimetr bərabərdir 2 vuraq A plus B-yə. 2 vuraq 4 plus 8. Bərabərdir 2 vurulsun 12. O deyəcək 24. Bununla yekunlaşdırdım deməli izahları. Uğurlar arzulayıram. İnşallah ki, nəticələrimiz sevindirər sizi. Əlaqə saxlamaq üçün 050 377 80 09 nömrəsinə yaza bilərsiniz. Təşəkkürlər, sağ olun.